Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'il vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Əmmə ba'd. Değerli kardeşlerim, sizlerin her birinize Allah'tan qorxmağı ve təqvalılardan olmağı nəsihət edirəm. Allah'tan qorxun, sünnət üzərə yaşayın ve iman üzərə ölün. Necə ki, imandan bəhs edərkən demişdik ki, iman söz, əməl və niyyətdir. Və bunlardan hər hansı biri gedərsə, yəni insanın imanı da gedər. Eləcə də sünnətin əsaslarından bəhs edərkən, İmam Bərbəhari rahimehullah belə buyurur ki, bir kimsə əhli sünnətin bütün əsaslarını qəbul etmədikcə sünnət əhlindən sayılmaz. Necə ki, dedik ki, imandan o üç qismindən söz olmasından, əməl olmasından, niyyət olmasından birini iptal edən kəsin imanı gedər. Eləcə də sünnətin əsasları da onun kimidir ki, yəni əhli sünnətin bütün əsaslarını qəbul etmədikcə o kəs sünnət əhlindən sayılmaz. Və yenə Şərh-ü Sünnə əsərində İmam Bərbəhari rahimehullahdan qeyd olunur ki, əhli sünnətin əqidəsinin tək bir məsələsində belə dayanan, yəni şübhə eləyərək dayanan kəs bidət əhlidir. Və bizlər də imanın əsaslarını, sünnətin əsaslarını səsimizin çatdığı yerlərə qədər çatdırmağa çalışırıq ki, dinin və sünnətin müdafiəçilərindən olaq. Şirklə, küfrlə və bidətlə olan düşmənçiliyimizin də haqqını vermiş olaq. Etiqad edilməsi gərəkən sünnətin əsillərindən birisi də ərşə istiva məsələsidir. Yəni Allah Azze və Cəllənin ərşə istiva etməsi dedikdə, əhl-i sünnətin buna necə etiqad etməsi məsələsidir. Cəhmiyələr və onların davamçıları olan Əşari və Məturudilər və bənzərləri Allahın ərşə istiva etməsini, ərşə yüksəlməsini inkar edirlər. Bir qismi Allah hər yerdə deyərək küfürlərinin üzərinə küfür qatırlar. Digər bir qismi isə deyirlər ki, Allah hər yerdədir demirik, lakin Allah məkandan münezzəhdir deyirlər. Yəni, Allahın heç bir məkanı, Allahın heç bir yeri olmadığını deyirlər. Bunların heç birisi sünnət əhli müsəlmanların mənimsədikləri etiqad deyildir. Allah Azze və Cəllə Quran-ı Kərimdə özünü bu cür vəsf etməmişdir. Rasulullah sallallahu aleyhi və səlləm hədislərdə bizə belə bir şey xəbər verməmişdir. Əksinə, bir məkanının olduğunu, ərşinin üzərində bir hədlə, bir sərhədlə məxluqatından ayrı olduğunu xəbər vermişdir. Və mövzuya keçid etməmişdən qabaq, bəzi sözlərə qısaca da olsa aydınlıq gətirək ki, heç nə qaranlıq qalmasın. Yəni, ərşin nə olduğunu, kursinin nə olduğunu bilməyən kəslər üçün durub ərşə istiva məsələsini müzakirə etmək məncə yersiz olardı. Bu baxımdan ərşin nə olduğu, kursinin nə olduğu, bununla nə qəsd olunduğunu qısa şəkildə izah eləyək, sonra keçək İmam Lələkayinin kitabındakı həmin məsələyə. İmam Əhməd rahimehullahın oğlu Abdullah, atası İmam Əhməddən rəvayət edərək deyir ki, bizə Vaki rəvayət etdi, o Sufyandan, o Ammar Duhanidən, o Muslim Əlbətindən, o da Səid bin Cübeyrdən, o da İbn Abbas radiyallahu anhudan belə dediyini rəvayət edir. Deyir ki, kursi iki ayağın qoyulduğu yerdir. Ərş isə onun nə qədər böyük olduğunu Allah-u Teala'dan başqa heç kəs bilməz. Bu səhih nəqli İbn Məndə həm Tövhid kitabında, həm də Raddu aləl Cəhmiyyə kitabında, İmam Əd-Dərmidə nəqd olaraq tanınan, yəni adını siz daha çox mənbələrdə nəqd olaraq oxuyursunuz. Mərisiyyə Rəddiyə kitabında, yəni bu şəkildə nəql ediblər. Və İmam Buxarinin səhihində Abu Hureyradan Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir. Deyir ki, siz Allahdan istədiyiniz zaman Firdavsı istəyin, Firdavs cənnətini. Çünki o cənnətin ortası və ən yüksək hissəsidir. Və onun üzərində Rahmənin ərşi vardır. Ondan da cənnətin çayları fışqırar. Yenə Buxaridə keçən bir başqa səhih hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləmdən belə dediyi nəql olunur. Allah var idi və ondan əvvəl heç bir şey yox idi. Onun ərşi suyun üzərində idi, sonra zikirdə, yəni lövh-i məhfuzda hər şeyi yazdı və göyləri və yeri yaratdı. Müslimdə keçən bir digər səhih hədisdə isə Cabir radiyallahu anhu deyir ki, Nəbi sallallahu aleyhi və səlləm belə buyurdu. Mənə ərşi daşıyan mələklərdən biri barəsində danışmağa icazə verildi. Onun
qulaq yumşağı ilə çiyini arasındakı məsafə 700 illik yol məsafəsi qədərdir. Təsəvvür edirsiniz, mələyin qulaq yumşağı ilə çiyini arasındakı məsafə 700 illik yol məsafəsi qədərdir. Və Əbu Musa Əl-Əşəridən rəvayət olunur ki, demişdir ki, kursi iki ayağını qoyduğu yerdir. Ondan, yəni kursidən yeni dəvə yəhərinin çıxardığı kimi səs gəlir. Yəni ağırlıqdan dolayı qıcırdayır. Bunu həmçinin İbn Əbi Şeybə öz Musannəf əsərində qeyd edir. Əbu Davud və İbn Əbi Asim öz Sünən kitablarında Rasulullah sallallahu əleyhi və səlləmdən belə bir hədis rəvayət edirlər. Ərş səmaların üzərində qübbə kimidir. Allah da ərşin üzərindədir. Və ərşin dediyi bir qıcırdaması vardır. İmam Əhməd İbn Həmbəl Müsnəddə Əbu Zər radiyallahu anhudan belə dediyini rəvayət edir. 7 göy və 7 yer Allahın kursisinə nisbətdə səhrada atılmış bir halqa kimidir. Ərşin üstünlüyü isə, yəni ərşin kursiyə olan üstünlüyündən gedir söhbət. Ərşin üstünlüyü isə deyir, həmin səhranın o halqaya olan üstünlüyü kimidir. İmam Əhmədin, Tirmizinin, İbn Məcənin, Abdullah İbn Əhmədin və bir çox mühəddislərin yazdığına görə Əbu Razin Əl-Uqayli təhdis etmişdir ki, ey Allahın Rasulü, Rəbbimiz göyləri və yerləri yaratmamışdan qabaq hardaydı dedim. Buyurdu ki, yuxarısı boşluq, aşağısı boşluq olan bir əmədə idi. Əmə ərəb dilində buluda verilən adlardan birisidir. Yəni aşağısı boşluq, yuxarısı boşluq olan bir buludda idi. Sonra da deyir, suyun üzərində arşını yaratdı. Demək ki, qardaşlarım, Allah Azə və Cəllə arşını suyun üzərində yaratmışdır. Yaratdıqlarının ən əzəmətlisi də arşdır. Arş səmaların üzərindəki qübbə kimidir və ərşi daşıyan mələklərdən birinin qulaq yumşağı ilə çiyini arasındakı məsafə 700 illik yol məsafəsi qədərdir. Və bu ərş Firdovs cənnətinin tavanıdır. Ərşin böyüklüyünü onu yaradandan başqa heç kəs bilməz. Kursi isə Allah Azə və Cəllənin ayaqlarını qoyduğu yerdir. Onun böyüklüyü də yerlərə və göylərə nisbətdə çox böyükdür. Yerlər və göylər onunla qiyasda sanki səhraya atılmış halqa kimidirlər. Ərşin kürsüyə olan üstünlüyü isə həmin səhranın o halqaya olan üstünlüyü kimidir. Allahın əzəməti səbəbilə kursidən dəvə yəhərinin yükdən qıcırdadığı kimi qıcırtı səsi gələr. Bunlar sələfin əsərlərindən ərşin və kursinin vəsfidir. Və bunları bildikdən sonra artıq istiva məsələsi ilə bağlı nasları anlamaq inşallah sizlər üçün asan olacaq. İndi isə kitabdakı başlıqla dərsimizə Allahın izindən davam edək. İmam Lələkay rahimehullah Rahman ərşə istiva etdi ayəti haqqında gələn rəvayətlər deyə bir başlıq qoyaraq Allahın səmada olması, ərşinin üzərində olması ilə bağlı bəzi ayətləri zikr edir. Fatir surəsinin 10-cu ayətində Allah Taala buyurur ki, gözəl söz ancaq ona yüksəlir. Salih əməli də yüksəldir. Və yenə Mulk surəsində buyurur ki, göydə olanın sizə yerə batırmayacağından əminsinizmi? Həmçinin yenə Ən'am surəsində buyurur ki, o qullarının üzərində qahhar olandır. Sizə gözətçi mələklər göndərir. Və bu ayətləri qeyd etdikdən sonra İmam Lələkay deyir ki, bu ayətlər Allah Teala'nın səmada olduğuna, elminin də yerlərdəki və göylərdəki hər şeyi tamamilə əhatə etdiyinə dəlalət edir. Və bu xüsus sahabələrdən Ömər ibn Xattab, Abdullah ibn Məsud, İbn Abbas və Ümmü Sələmədən də bu şəkildə rəvayət edilir. Tabinlərdən də Rabi'a bin Abdurrahman, Süleyman Ət-Teymi və Muqatil bin Hayyandan bu şəkildə rəvayət edilmişdir. Fəqihlərdən də bəzilərinin ismini qeyd edərək deyir ki, İmam Məlik ibn Ənəs, Sufyan Əs-Sovri, Əhməd ibn Həmbəl də bu görüş üzərində olan fəqihlərdəndir. Və Yahya bin Bukeyr Buxari rahiməllahın şeyxlərindəndir və siqa ravilərdəndir. Yəni İmam Buxarinin müəllimlərindən birisi olub. Muhammed ibn Kəb Əl-Qurazi, o da tabinlərdəndir və Fudalə bin Ubeyd, bu da səhabələrdən birisidir. Allah onlardan razı olsun. Nəql eləyərək dedilər ki, Əbu Darda radiyallahu anhudan rəvayət edildiyinə görə dedi ki, Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitdim.
sizdən biriniz veya bir qardaşınız bir yeri ağrıdığı zaman belə desin: Rəbbimiz səmada olan Allahdır. İsmin ucalar ucasıdır. Rəhmətin səmada olduğu kimi əmrin də yerdə və göydə hər şeyi əhatə etmişdir. Günahımızı və xətalarımızı bağışla, ey təmiz olanların Rəbbi. Rəhmətindən bir rəhməti, şifalarından bir şəfanı bu xəstəliyin üzərinə indir. Və deyir ki, dərhal ağrısı və xəstəliyi şifa tapacaqdır. Yəni bu hədis Rəbbin səmada olduğunun açıqca dəlillərindən birisidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Abbas bin Abdülmuttalibdən rəvayət edilən başqa bir hədisdə Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, yerlə göy arasındakı uzaqlığın nə qədər olduğunu bilirsinizmi? Dedilər ki, yox, vallahi bilmirik. Dedi ki, ikisi arasındakı uzaqlıq 71 və 72 və 73 illik məsafədir. Üstündəki səma da elədir. Yəni iki göyün arasındakı məsafəni deyir. Və üzərindəki üçüncü səma da belədir. Nəhayət 7 səmanı saydı və sonra belə dedi: 7-ci səmadan sonra dəniz vardır. Dənizin üzərində də 7 dənə maral surətində mələklər vardır. Dırnaqlarından dizlərinə qədər olan məsafə bir səma ilə digər səma arasındakı məsafə qədərdir. Bunların belində ərş dayanır və ayağından baş ucuna qədər yenə bir səma ilə digər səma arasındakı qədər məsafə vardır. Allah da hamısının üzərindədir. İmam Lələkaidən başqa bu hədisi həmçinin Əbu Davud öz Sünnən kitabında rəvayət eləyir. İmam Tirmizi öz kitabının təfsir bölümündə rəvayət eləyir. Həmçinin İbn Məcə öz kitabının müqaddimə bölümündə və həmçinin İmam Əhmədin Musnədində 1-ci cild səhifə 206-da da bu hədis qeyd olunub. Mötəbər hədislərdəndir. Bir çox fərqli mənbələrdə də qeyd edilən bu cür hədislər hər hansı bir yozuma yer buraxmadan Allah Azə və Cəllənin zatı ilə 7 qat səmanın üzərində olduğuna dəlalət edir. Hətta bəzi hədislərdə Allah Rasulü sallallahu aleyhi və səlləmin bəzi kəslərin müsəlman olub olmadığını bu məsələ ilə imtihan etdiyini görürük. Muaviyə İbn Həkəm Əs-Süləmi radiyallahu anhudan rəvayət edildiyinə görə belə deyir: Mənim bir cariyəm var idi, Uhud və Cəvvaniyə tərəflərdə qoyunlarımı otladırdı. Və bir gün baxmağa getdim və gördüm ki, deyir, canavar bir qoyunu yeyib. Hər kəsin qəzəbləndiyi kimi deyir, mən də qəzəblənirəm. Və qəzəbləndiyindən dolayı cariyəyə deyir, bir şillə vurdum. Belə etməyim Rasulullah sallallahu aleyhi və səlləmin çox ağırına getdi. Dedim ki, ey Allahın Rasulü, onu azad edinmi? Dedi ki, yanıma gətir. Və gəldiyi zaman cariyəyə dedi ki, Allah haradadır? Dedi ki, Allah səmadadır, göydədir. Dedi ki, bəs mən kiməm? Cariyə dedi ki, sən Allahın Rasulusan. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, azad et, çünki bu imanlı birisidir. Və bəzi cəhmiyələr ki, mən bunların hamısını cəhmiyəyə müvafiq olduğu üçün bu cür adlandırıram. İçlərinə əşarilər, matrodilər və onlara bənzərlər də daxildir. Burada səmadan qəsd edilən sözün başqa bir şey olduğunu, bizim zahirdə anladığımız səma olmadığını müdafiə etməyə çalışırlar. İndi oxuyacağım hədisdən isə sizlərə daha da aydın olacaq ki, səmadan, göydən qəsd, yəni ərəb dilçiliyindən istifadə edərək söz oyunları oynayan cəhmiyələrin əksinə, nəinki ərəblərin avamlarının anladığı səma, hətta əcəmlərin, yəni ərəb olmayanların avamlarının anladığı səma qəsd olunur. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət edildiyinə görə belə deyir: Bir nəfər Rasulullah sallallahu aleyhi və səlləmin yanına ərəb olmayan qara dərili bir cariyə gətirdi və belə dedi: Ey Allahın Rasulü, mömin bir kölə azad edəcəyimə dair nəzirim var. Və deyir ki, yəni bu cariyəni azad etsəm olarmı? Mömin bir cariyə, mömin bir kölə azad etməlidir. Bunun üzərinə Rasulullah sallallahu aleyhi və səlləm cariyəyə belə dedi: Allah haradadır? Cariyə də təbii ki, əvvəldə də qeyd etdi ki, ərəb olmayan birisidir. Cariyə də işarət barmağı ilə işarət etdi. Rasulullah sallallahu aleyhi və səlləm ondan soruşdu, deyir, bəs mən kiməm? O da barmağı ilə əvvəlcə Rasulullaha, sonra da göyə işarət etdi. Yəni, Allahın Rasulusan demək istədi. Bunun üzərinə Rasulullah sallallahu aleyhi və səlləm azad et dedi. Bütün bu naslar hər hansı bir qapallıq olmayacaq şəkildə, hər hansı bir şübhəyə yer verməyəcək şəkildə Allah Azə və Cəllənin
zatı ilə 7 qat səmanın üzərində, öz ərşində, bir hədlə məxluqatından ayrı olaraq öz kürsüsündə olduğuna dəlalət edir. Keyfiyyət məsələsinə gəldikdə isə, bu bütün isimlər və sifətlər üçün keçərli olan bir qaydadır ki, keyfiyyət verilməz və bunu ağıl da dərk etməz. Həmçinin hər hansı bir məxluqata da bənzədilməz. Sıralamanı pozsam da, az əvvəl oxuduğum hədisdə olduğu kimi, yəni bizim hədisi zikr etdiyimiz şəkildə o hədisə etiqad edən və həyatında da bunu tətbiq edən bir alimin sözünü nəql edəcəm. İmam Buxari rahimeullah Xalqu Əf'alil İbəd adlı kitabında ətbə-u tabiinlərdən olan siğə ravilərdən qəbul edilən Yezid bin Harundan belə dediyini nəql edir. Deyir, hər kim Ər-Rahmənin ərşə istivası barədə avamların qəlbində anlaşılan mənadan fərqli olduğunu iddia edərsə cəhmiyyədir. Təkrar edirəm, deyir ki, hər kim Ər-Rahmənin ərşə istiva etməsi barədə avamların qəlbində anlaşılan, yəni avam biri bunu eşitdiyi zaman ilk anda nə başa düşürsə, avamların qəlbində anlaşılan mənadan fərqli olduğunu iddia edərsə cəhmiyyədir və davamında da deyir ki, Muhammed Əş-Şeybani də cəhmiyyədir. Muhammed Əş-Şeybani də kimdir, qardaşlar? Əbu Hənifənin ən məşhur iki böyük tələbəsindən biridir. Birisi Abu Yusuf idi, birisi də bu Muhammed Əş-Şeybani. İki, Hənəfi məzhəbinin deyək, bel sütunları olandır və sələf bunları da cəhmi adlandırır. İmam Lələkaya hədislərlə yanaşı bəzi səhabələrin mövzu ilə əlaqəli sözlərini də nəql edir kitabda. Abdullah ibn Məsuddan belə dediyini rəvayət edir. Yer üzündəkinə mərhəmət et ki, göydə olan da sənə rəhmət etsin. Eyni sözləri İmam Tirmizi Rasulullah sallallahu aleyhi və səlləmdən hədis olaraq da öz kitabına rəvayət etmişdir. Yəni, təbii ki, Rasulullah sallallahu aleyhi və səlləmdən eşitdiyini Abdullah ibn Məsud da, yəni, özünün rəvayət etdiyi kəslərə bu şəkildə rəvayət etmişdir. Ömər bin Xattabdan rəvayət olunur. Deyir ki, Ömərin canı əlində olana and olsun ki, biriniz bir müşrikə xitabən barmağını göyə işarət etsə, o müşrik də bunun üzərinə təslim olsa, sonra deyir, o müşriki o kəs öldürərsə, mən də ona qarşılıq öldürəni qisas olaraq öldürərəm. Bildiyiniz kimi bu o mənaya gəlir ki, Ömər radiyallahu anhu artıq o kəsi, yəni müsəlmanlardan qəbul etmişdi, onun şahidliyini qəbul etmişdi. Necə ki, az əvvəl sizlərə oxuduğum cariyə hədisində olduğu kimi. O da barmağı ilə səmaya işarət etmişdi və Allah Rasulü sallallahu aleyhi və səlləm onun şahidliyini bu səbəblə qəbul etmişdi. Və sonra davam eləyərək İbn Abbasdan rəvayət eləyir, deyir ki, Mücahiddən rəvayət edildiyinə görə dedi ki, İbn Abbasa deyildi ki, bəzi insanlar var ki, qədəri inkar edirlər. Dedi ki, onlar kitabı yalanlayırlar. Şübhəsiz ki, Allah heç bir şeyi yaratmamışdan qabaq ərşinin üzərində idi. Sonra məxluqatı yaratdı, qiyamətə qədər olacaq hər şeyi də yazdı. Məhz insanlar yazılıb bitirilmiş olanı yaşayırlar. Və İkrimədən rəvayət edildiyinə görə Allah Teala'nın sonra onlara önlərindən, arxalarından, sağlarından və sonlarından gələcəm ayəti, yəni Araf surəsinin 17-ci ayəti haqqında soruşulduqda İbn Abbas belə demişdir. Üstlərindən deyə bilməmişdir, yəni iblis, şeytan üstlərindən deyə bilməmişdir, çünki Allahın üzərlərində olduğunu bilirdi. Yəni iblis və onun əskərləri sağdan, soldan, arxadan yaxınlaşa bilsələr də insana yuxarıdan gələ bilmirlər. Sufyan ibn Uyeynədən, Həmməd ibn Zeyddən, İmam Məlikdən dərs almış Bişir bin Umar deyirdi ki, bir çox təfsirçidən belə dediklərini dinlədim. Rahman ərşə istiva etdi buyurduğunda, yəni Taha surəsindəki bu 5-ci ayətdə, istəvə, yəni irtəfəə, ucaldı, üzərinə quruldu mənasındadır deyirlər. Yəni, həmin bu Bişir bin Umarın eşitdiyi bütün müfəssirlər istəvə sözünü irtəfəə olaraq, yəni ucalmaq, üzərinə qurulmaq, yüksəlmək olaraq təfsir ediblər. Və Qurra bin Xalid Həsəndən, o da anasından, yəni Ummu Sələmədən, Ummu Sələmə də bilirsiniz, analarımızdan birisidir, Rahman ərşə istiva etdi ayəti haqqında belə dediyini rəvayət etmişdir. Burada keyfiyyət ağılla qavranan bir şey deyildir. İstiva da bilinməyən bir şey deyildir. Yəni istiva məlum məsələdir. Bunu qəbul etmək iman, İnkar etmək isə küfürdür.
Və gördüyünüz kimi səhabə istiva etməyin ərəblərdə bilinən bir şey olduğunu, ilk ağla gələn mənası olduğunu deyirlər. Cəhmiyyənin və Əşarilərin etdikləri kimi təfsilat verməyə çalışaraq, yəni bu sözün mənasını təhrif etməyiblər. Bənzəri sözlər yenə İmam Məlikdən də rəvayət edilir. Cəfər bin Abdullahdan rəvayət edildiyinə görə bir adam İmam Məlikin yanına gəlib dedi ki, ey Əbu Abdullah, Rahman ərşə necə istiva etdi? Ravi deyir ki, Məlikin bu adamın dediyinə qəzəbləndiyi qədər başqa bir şeyə qəzəbləndiyini görmədim. Və deyir, alnından tər axmağa başladı. Hamı sükut içində nə deyəcəyini gözlədi. Deyir ki, Məlikin qəzəbi keçdi və belə dedi. Keyfiyyət ağılla qavranmaz. İstiva da bilinməyən bir şey deyil. Buna iman etmək vacibdir, keyfiyyətini soruşmaqsa bidətdir. Mən deyir, sənin sapıq olmağından qorxuram və sonra əmr etdi, həmin adamı məclisdən çıxartdılar. Allah həmd olsun ki, sələf bizlərə üzərində bidətin zərrəsini belə daşıyanlarla necə rəftar ediləcəyini öyrədib. Və sapıqların verdiyi sualları təkrar verənləri biz yanımızdan uzaqlaşdıranda bizi qınayanlar da artıq görərlər ki, biz bu qaydaları kimlərdən öyrənirik və nəyə görə tətbiq edirik. İmam Məlikdən soruşulan bu sual ondan əvvəlki əsrlərdə də tabinlərdən də soruşulub. Sufyan İbn Uyeynə deyir ki, Rabiəyə Rahman ərşə istiva etdi. Necə istiva etdi deyə soruşuldu. Dedi ki, istiva məchul deyil. Keyfiyyəti isə bilinməz. Risalət Allahdandır. Təbliğ etmək Rasulullahdandır. Bizə düşən də onu təsdiq etməkdir. Kiçik tabinlərdən olan Davud bin Əli İbn Abbasdan dərs almış tabinlərdən birisi olan İbnül Arabidən nəql eləyir. Nəyə görə belə təfsilat verirəm? Kiçik tabin, böyük tabin, İbn Abbasdan dərs alan şəklində. Çünki tarixdə məşhur olan bir neçə sapıq İbnül Arabi var. Bunu onlarla qarışdırmayasınız deyə. Bu tabinlərdən olan İbnül Arabidir və İbn Abbasın tələbəsi olan İbnül Arabidir. Deyir ki, İbnül Arabinin yanındaydıq. Bir adam gəlib ona belə dedi. Allahın Rahman ərşə istiva etdi buyruğunun mənası nədir? Dedi ki, o xəbər verdiyi üzərə ərşinin üzərindədir. Adam dedi ki, ey Əbu Abdullah, mənası belə deyil. Mənası istava, yəni istavlə, yəni istila etdi, hökmü altına aldı. Yəni Cəhmin dediyi kimi. Bugün cahil kəslər bizlərə düz demirsən, belə deyil, əslində elədir deyəndə bizlər qəzəblənirik. Amma görün ki, adamlar İbn Abbasın tələbəsinə də deyirdilər ki, sən düz təfsir eləmirsən. Bunun mənası başqa cürdür. İbn Arabi adama dedi ki, sus. Sən kim, bu təfsiri eləmək kim? Yəni sən kimsən ki, belə təfsir eləyirsən? Deyir ki, ayrıca istavlə ancaq qarşı duran birinin olduğu yerdə söylənilir. Biri digərinə qalib gəldikdə istavlə feilindən istifadə edilir. Burada İbn Arabi istavanı istavlə olaraq təfsir edənlərin sözlərinin batil olduğunu açıqlayır və istila etmək, yəni hökmü altına almaq o zaman ola bilər ki, o yer daha əvvəl başqasının hökmü altında olsun. Başqasının mülkünü istila etdiyi zaman istavlə feilindən istifadə edirlər. Halbuki Allah Azze və Cəllə bütün mülkün tək və şəriksiz olan sahibidir. Və yenə İbn Arabidən soruşulur ki, ərəb dilində istavanın istavlə mənasında da istifadəsi varmı? Yəni yüksəlmək feilinin istila etmək mənasında da ümumən istifadəsi varmı? Deyir ki, xeyr, o mənada istifadə edilmir. Burada soruşulan, yəni şəriətdə istifadə edilən, yəni islahi mənası yox, ümumən ərəb dilçiliyində istifadə edilən mənadır. Lakin ona da deyir ki, ümumən belə bir mənası yoxdur. Və tabinlərdən Muqatil İbn Hayyan 3 nəfərin gizli danışdığı yerdə 4-cüsü odur. 5 nəfərin gizli danışdığı yerdə 6-cısı odur. Ayəti haqqında, Mücadilə surəsinin 7-ci ayəti haqqında deyir ki, o ərşin üzərindədir, heç bir şeydə onun elminin xaricində qalmaz. Və Sufyan Əs-Səvridən harda olursunuzsa olun, o sizinlə bərabərdir ayəti soruşulur. Hədid surəsinin 4-cü ayəti. Deyir ki, yəni elmi ilə sizinlə bərabərdir. Yəni bəziləri Allah hər yerdədir məsələsini gətirərək bu ayətləri dəlil gətirirlər. Lakin burada sələfin təfsiri ilə aydın olur ki, burada qəsd edilən şey Allahın elminin hər yerə əhatə etməsidir, özünün isə zatı ilə ərşin üzərində olmasıdır.
Yusuf İbni Musa el-Bəğdadi deyir ki, Əbu Abdullah Əhməd İbni Həmbələ deyildi ki, Allah 7-ci səmanın üstündə, ərşinin üzərindədir və qullarından ayrıdır. Elmi və qüdrəti isə hər yerdədir. Eləmi? Dedi ki, bəli, ərşinin üzərindədir, elmi xaricində qalan heç bir məkanda yoxdur. İstiva ilə bağlı son olaraq Muhammed İbni Cəfərdən bir nəql oxuyacağım Allahın izni ilə və ondan da Taha surəsinin 5-ci ayəti haqqında, yəni Rahmən ərşə istiva etdi ayəti haqqında soruşuldu. Dedi ki, kim Allahın ərşə istivasının məxluqun məxluqa istivası kimi olduğunu iddia eləyərsə kafir olar. Və kim dədir Allahın ərşə istiva etməsini xaliqin, yəni yaradıcının məxluqa, yəni yaradılana istiva etməsi şəklində anlayarsa, bax deyir, mömin olan odur. Yəni qardaşlar, keyfiyyət verən və ya məxluqata bənzətənin kafir olduğunu deyir. Və deyir ki, bu xüsusda yetərli olan nədir? Bunu deməsidir. Allah keyfiyyəti bilinməməklə bərabər ərşə istiva etmişdir. Ərşin nə olduğunu, kursinin nə olduğunu, istivanın nə demək olduğunu zənnimcə tam olaraq öyrəndik. Və dərsin sonlarında olsaq da bir məsələyə də toxunmaq istəyirəm ki, ta ki etiqadımız barəsində heç bir sual işarəsi qalmasın. Bu da yenə kursi məsələsi ilə bağlıdır. Yaxın zamanlarda da bu məsələ ilə bağlı bizdən uzaqlaşan və haqqımızda boş-boş danışanlar da oldu. O baxımdan həm bilməyənləri öyrətmək üçün, həm də səhv tanıyanlara aydınlıq gətirmək üçün bu məsələyə də toxunmaq qərarına gəldim bu dərsdə və oxuyacağım nəqillər indi qardaşlar İmam Lələkaidən yox, İmam Əhmədin oğlu Abdullahın Əs-Sünnə kitabındandır. Yəni təbii ki, bu nəqillərin müəyyən bir qismi İmam Lələkayinin kitabında da var. Sadəcə əlavə mənbə olaraq İmam Əhmədin oğlu Abdullahın Sünnə kitabından, həmçinin Xəllal Rahiməllahın Sünnə kitabından da istifadə etdik. Və inşallah bu nəqilləri də oxuduqdan sonra bugünkü dərsdə murad etdiyimiz şeyi Allahın izni ilə yerinə yetirmiş olacağıq. Deməli, İmam Əhmədin oğlu Abdullah öz kitab-ı sünnəsində belə bir bab açmışdır və babın adı da belədir. Kursi və Rabb Əzzə və Cəllənin onun üzərində oturması haqqında rəvayətlər. Yəni bu söz bəzi insanlara qəribə gəlir və müxalifət etməyə də hazırdılar. O baxımdan bir də təkrar oxuyacağım babın adını. Kursi və Rabb Əzzə və Cəllənin onun üzərinə oturması haqqında rəvayətlər. İmam Abdullah deyir ki, atama, yəni İmam Əhmədə Kursi və Rabb Əzzə və Cəllənin onun üzərinə oturması haqqında rəvayət edilənlər soruşuldu. Atam Rahiməhullahın bu hədisləri səhih olaraq qəbul etdiyini gördüm. Onları qəbul etdi və bir kitabda onları topladı. Sonra da bizlərə rəvayət etdi. Və sonra nəql edir, deyir ki, mənə atam Rahiməhullah təhdis etdi, dedi ki, Abdurrahman təhdis etdi. Abdurrahman da kimdir qardaşlar? Siqa ravilərdən hesab olunan Abdurrahman İbni Mehdidir. Sufyan Sovridən, İmam Malikdən, Həmməd İbni Zeyddən dərs alan birisidir. Abdurrahman İbni Mehdi, o da Sufyandan, bu da böyük alimlərdən Sufyan Sovridir, ətbə tabiindir. O da Əbu İsaqdan, Əbu İsaq da tabinlərdəndir. O da Küfəli tabiin Abdullah İbni Xəlifədən, o da Ömər bin Xattabdan radiyallahu anhu belə dediyini rəvayət edir. Allah təbaraka və teala kursiyə oturduğu zaman yeni dəvə səmərinə vurulan həvdəcin minilərkən ağırlıqdan dolayı çıxartdığı qıcırtıya bənzəyən bir qıcırtı duyular. Bu həvdəc nədir? Bəziləriniz bəlkə birinci dəfə eşidirsiniz. Dəvənin üzərinə bir otaq kimi bir şey qoyulur, hansı ki qadınlar daha çox orada otururdular kənardan görünməsinlər deyə, ya da imkanlı şəxslər üçün qurulurdu ki, günəşdən qorunsunlar. Ona həvdəc deyirlər. Deyir ki, dəvə səmərinə vurulan həvdəcin minilərkən ağırlıqdan dolayı çıxartdığı qıcırtıya bənzəyən bir qıcırtı duyular. Bunu başqa isnad zənciri ilə Vəki İbn Cərrah, həmçinin yenə Əl-Əməş və digər sələf alimləri də rəvayət ediblər. Və sələfdən heç kəs heç bir dövrdə bu nəqlə qarşı çıxmayıblar. Və bir də təfsir kitablarında gələn İsra surəsinin 79-cu ayətinin təfsirində Mücahid Rahiməhullahdan gələn bir nəql var. Yenə xatırladım, Mücahid Rahiməhullah tabiinin böyüklərindəndir, İbn Abbasın tələbəsidir. Təfsirdə ən böyük alimlərdən hesab olunur. Hansı ki, onun haqqında
ondan sonra gələn alimlər deyir ki, əgər sizə Mücahiddən bir təfsir gəlirsə, artıq başqa təfsirə baxmaya ehtiyac yoxdur. Nəyə görə deyirlər? Çünki Mücahid rahimehullah deyir ki, mən deyir Quranı başdan sona 3 dəfə İbn Abbasdan hər bir ayətin təfsirini soruşaraq əzbərlədim. Yəni bu şəkildə təfsir bilən birisi olduğu üçün, yəni təfsir elmində hüccət sayılan alimlərdəndir. Mücahid rahimehullah İsra surəsi 79-cu ayətin təfsiri ilə bağlı bir söz deyir. Hansı ki, Nəbi sallallahu əleyhi və səlləmə bəxş edilən Məqam-ı Mahmuddan bəhs edilən ayətdir. Ayətin təfsirində İmam Mücahid buradakı Məqam-ı Mahmudu izah edərkən deyir ki, Allah onu ərş üzərinə oturdacaq. Və bunu Əbu Bəkir bin Əyyaş, Əbu Həsən əl-Əsədidən, o da Mücahiddən rəvayət edir. Bu nəql həm Təbərinin təfsirində, həm də sələfin etiqadında olan bir çox alimlərin kitablarında yer alır. Eyni rəvayətin Leys ibn Sad vasitəsilə Mücahiddən nəql edilməsi də mövcuddur. Və Xallal rahimehullah Sünnə kitabında Mücahiddən gələn bu nəqlin sələf tərəfindən necə dəstəkləndiyini və buna qarşı çıxanların da necə məzəmmət olduğu barədə nəqilləri geniş şəkildə rəvayət edir. Və bu nəqillərdən də bir qismini oxuyaraq dərsi inşallah yekunlaşdıracağım. Hicrətin 266-cı ilində vəfat edən Bağdadın məşhur alimlərindən Əbu İshaq əl-Əsbəhani deyir ki, bu hədis, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmi qiyamət günündə Allah azza və cəllə ərşdə oturtması barəsində gələn hədis bir alimlər tərəfindən 160 il ərzində rəvayət olunmuşdur. Və yalnız deyir bidət əhli onu rədd edir. Yəni bu Hicrətin 266-cı ilində vəfat eləyib. Onun yaşadığı vaxta qədər artıq 160 il idi nəql olunurdu. Deyir bunu bidət əhlindən başqa heç kəs rədd etməyib. Və yenə Hicrətin 270-ci ilində vəfat etmiş Muhammed ibn İshaq deyir ki, bizdən əvvəl gələnlərdən və ya dövrümüzdəki alimlərdən bu hədisi inkar edən heç kimi tanımıram. Kim onu rədd edərsə, o cəhmi və məzəmmətə layiq olan birisidir. 80 il keçdi, heç kimin Mücahidin hədisini rədd etdiyini görmədim. Yalnız cəhmidən başqa. İmamlar onu bölgələrdə rəvayət etmişlər və alimlər 150 ildən bəridir ki, onu qəbul ediblər. Və yenə Hicrətin 272-ci ilində vəfat etmiş Əbu Abdullah Əl-Kufi Əl-Xəzzas Əl-Mufri deyir ki, Allaha and olsun ki, Nəbi sallallahu aleyhi və səlləmin bu fəzilətindən daha böyük bir fəziləti yoxdur. Yəni təbii ki, Nəbi sallallahu aleyhi və səlləm fəzilətləri çoxdur. Sadəcə qiyamət günündə bütün məxluqatın gözü önündə Allahın ərşində oturulması deyir ki, bu ən böyük fəzilətdir. Bundan daha böyük bir fəzilət yoxdur. Şeyxlərimizin bunu qəbul etdiklərini və buna sevindiklərini gördüm. Onu yalnız pis adam cəhmi rədd eləyər. Və sizin də adını çox eşitdiyiniz Hicrətin 238-ci ilində vəfat etmiş İshaq bin Rahuya. İshaq bin Rahuya da eynisini deyir ki, bu hədisə inanmaq və onu qəbul etmək vacibdir. Bu hədisi rədd edənsə cəhmiyyədir. Və həmçinin Hicrətin 231-ci ilində vəfat etmiş Harun ibn Ma'ruf Əbu Ali İmam Məruzi deyir ki, bu hədis zındıqların gözlərini yandıran bir şeydir. Və əlavə eləyərək deyir ki, İbn Fudeyldən, Leysdən, Mücahiddən rəvayət edilən hədisi yalnız cəhmilər rədd edir. Və Hicrətin 228-ci ilində vəfat etmiş Muhammed ibn Mus'ab Əbu Cəfər deyir ki, Allah onu taxta oturdacaq ki, bütün məxluqlar ona verilən şərəfi görsünlər. Və sonra deyir, Nəbi sallallahu aleyhi və səlləm zövcələrinin və yaxınlarının yanına inəcək. Bənzəri nəqillər bir çox digər alimlərdən də varid olub ki, onları nəql etməyə vaxtımız çatmaz. Və Sünən sahibi Əbu Davud Əs-Sicistani bu barədə danışarkən deyir ki, cəhmilər ərşi inkar etdiklərinə görədir bu hədisi inkar edirlər. Yəni əks halda etməzdilər. Bu şeyi qəbul etsələr, məcbur olacaqlar ki, ərşi, yüksəlməyi, istivanı hamısını qəbul etsinlər. Və deyir ki, bu səbəblə cəhmilər bu hədisi inkar edirlər. Bütün bu nəqillərdən də gördüyünüz kimi bu hədislərin hər biri qəbul olunan və sələf tərəfindən etiqad edilən hədislərdir. Bizlər də buna etiqad edirik və buna müxalifət edənlərdən də bəriyik. Onlar da bizdən bəridirlər. Rəbbim diləyirəm ki, bizləri sələfə tabi olan, haqq gəldikdə haqqa boyun əyən,
haqqa tabi olan qullarından etsin hər birimizi. Bizləri salih sələfin yolundan ayırmasın. Allah Azze və Cəllə bizləri istiqamət üzərə olan, salih sələfin yolu üzərində olan və Allah Azze və Cəlləyə də bu hal üzərə qovuşan salih qullarından etsin. Allahümme amin, Allahümme amin, Allahümme amin.